2026-cı il RFM 6-cı sinif 10 ballıq suallardan 11-ci məsələnin həllinə baxırıq. Aynur kalkulyatorda tək ədəd yazıb plus düyməsini bassa, özü daxil 4 dənə ardıcıl tək ədədi toplayır. Cüt ədəd yazıb sonra plus düyməsini bassa, özü daxil 3 dənə ardıcıl cüt ədədi toplayır. Aynur 4 dəfə plus düyməsini basdıqdan sonra ekranda 1374 görünür. Aynurun başlanğıçda yaza biləcəyi ədədlərin cəmini tapın. Aynur başlanğıçda əgər cüt ədəd yazsa, cəm onsuz da cüt olar. Aynur başlanğıçda tək ədəd yazsa, 4 ardıcıl ədədin cəmi yenə cütdür. Yəni, birinci plusdan sonra cavab cüt olur. Ona görə də biz bu məsələni axırdan başlayacağıq, 4-cü plusdan sonradan başlayacağıq. Tutaq ki, 4-cü plusda ən kiçik ədəd x idisə, növbəti ardıcıl cüt ədəd x üstəgəl 2, növbəti x üstəgəl 4 bərabərdir 1374. 3x üstəgəl 6 1374-dürsə, x eləyəcək 456. Keçdik 3-cü plusa. Tutaq ki, 3-cü plus zamanı ən kiçik ədəd y idisə, biraz qısa yazaq, 3y plus 6-dır cəm, bərabər olacaq 456-ya, buradan y bərabər 150. İkinci plus zamanı ən kiçik ədədə z desək, cəm olur 3z plus 6 150-dirsə, z olacaq 48. Keçdik birinci. Daha doğrusu 1-in a-sı. Niyə a-sı? Çünki birincidə tək ədəd də ola bilər, cüt ədəd də ola bilər. Əgər cütdürsə, yenə də 3k plus 6 bərabər 48. K oldu 14. Yox, B bəndi 4 ardıcıl tək ədəddirsə, onda cəm olacaq 4t plus artıq 4 dənə də 12 bərabər 48, t olacaq 9. Deməli, Aynur başlanğıçda ya 14-ü yazıbdır, ya da 9-u, bunların da cəmi elədi 23.